bayram günləri varsa, o işçinin məzuniyyətinin üzərinə hesablanmalıdır. Hal-hazırda yeni qanunverici dəyişikliyinə əsasən isə burada işçilərin hansı ayda məclisə çıxmağından asılı olmayaraq əmək haqqlarında hər hansı bir tutulmalar meydana gəlmir. Əsasən işçilərin aylıq əmək haqqlarında əsas odur ki, fərq yaratmayacaq. Bu onlar üçün bir üstünlükdür. Bildiyimiz kimi bayram günlərindən hər hansı bir məzun təqvim günlərinin tərkibinə daxil olarsa, bu halda artıq məzuniyyətin təqvim günlərinin sayı bayram günləri qədər uzadılmış olacaq. 5 günlük, 6 günlük iş günü ümumiyyətlə cəmlənmiş sot rejimində olsa belə, burada hər hansı bir iş rejimlərində məzun əmək haqqının hesablanmasında hər hansı problemi yaratmır. Beynəlxalq təcrübədə əmək məzuniyyətinin müddəti ölkələr üzrə fərqlənir. World Population Review-nun məlumatına görə məzuniyyət müddəti İranda 26, Türkiyədə 12, Ermənistanda 20, Gürcüstanda 24, Rusiyada isə 28 gündən. Bundan başqa Taylandda 6, Nigeriya və Filippinlərdə isə 5 günə bərabərdir. Ən çox isə Fransa